Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli, Dimin sınaq toplusundan 17-ci sınağın izahına baxırıq. Vaxt itirmədən başlayaq. Proqramın nəticəsini müəyyən edin. A bərabərdir istəyir 12, B bərabərdir filan filan, C bərabərdir beləsinə bir ədədimiz var. Print A vurulsun 2. A-nı 2-yə vuranda A sətirdə, düzdürmü? Neçə yazı 12 yan-yana yazılacaq. Belə. Ondan sonra sepdə nə var? Üzərinə plus işarəsi yazdıq. B vurulsun 3. B-yə gəlib baxırıq. Int 12.1 bu sizə nəyi verəcək? Tam hissəsi. 3-ə vuranda 36. Təzədən yenə araya bir dənə plus işarəsi atırıq. C vurulsun 4. C-miz float 12.2. 12.2-ni 4-ə vuranda neçə edəcək? 48.8. 48.8. Bu da cavabımız hansı olacaq? C variantı. Onluq sayı sistemində verilmiş 260/2 minus 2064 ifadəsinin nəticəsinin 8-lik sayı sistemindəki təsvirinin neçə rəqəmli olduğunu müəyyən edin. Neçə rəqəmli olduğunu istəyir, heç bu hissəyinin işim yoxdur. Deməli, böyük tərəfə baxaq. 260 yazıram mən 2 üstü 8, yəni 256 plus 2 üstü 2, yəni 4 üstü 2 kimi. Bu da deməli, müxtəsərlə atsaz, siz birinci eləyəcək 2 üstü 16. Növbətlər onsuz da 211, o birisi də 204 deyəcək. Kiçiklər heç mənə lazım deyirlər. 216-nı da yazıram. 2 üstü 3 üstü 5 vurulsun 2 üstü 1 kimi. Bu da 2 vurulsun 8 üstü 5 deməkdir. 2 ilə başlayır. Arxasında da 5 dənə əlavə rəqəmlər olacaq. Ümumi 6 rəqəmli ədəd olacaq. A variantı. Sezar üsulu ilə rəqida ifadəsi filan kimi şifrələnmişdir. Buna əsasən vezirlə ifadəsinin şifrini müəyyən edin. Deməli, bu belə şifrələnibsə, R-dən V-yə keçibsə, bir dənə baxaq biz bura. 1, 2, 3, 4. K bərabər olubdur nəyə? 4-ə. İndi biz K-nı 4 qəbul edib, bundan bu ifadəni şifrələyəcəyik. V-dan deməli, mən 4 addım atsam. 1, 2, 3, 4 Z-ya düşür. Avtomatik qaldı. 2 dənə variantımız A və Y. Onda son hərfləri fərqlidir. A-nı bir dənə şifrələsəz bəsəyir. 1, 2, 3, 4. O da nə oldu? Y hərfi. Deməli, cavabımız Y variantı. Web səhifədə Python görünüşünü hansı HTML kod ilə almaq mümkün deyil. Deməli, bunu necə ala bilmərik? A variantına baxsaq. Var. Bağlanıb, problem yoxdur. 6 dizgi var, kursiv var. Kursiv bağlanıb, 6 dizgi bağlanıb. Deməli, 6 dizgili kursiv beləsinə də yazıla bilər. 6 dizgili bağlanma var, problem yoxdur. Deməli, kursiv, qalın, kursiv. Heç bunda bağlanışı səhvdir. Həm də burada qalın verilib. Bizdən sadəcə kursiv və 6 dizgili olmasını istəyir. D variantı səhvdir. Y variantı da ki, düzgündür. Cavabımız nə olacaq? D variantı. Yəni, bundan mümkün deyil də biz bunu alaq. Elektron cədvəlin D1 xanasında yazılmış A1 plus nəsə düsturunu F4 xanasına köçürən zaman hansı düstur alınacaq? Deməli, D1-dən F4-ə gedirsiniz. Əvvəlcə buna baxaq. D1-dən F4-ə mən gedirəm. D1-dən F4-ə gedəndə sütunun baxaq görək nə qədər dəyişəcək. Yazıram D, Y, D, F. Plus 2 addım nəyəm dəyişir? Mənim sütunum. Sətrimizə baxaq. 4 minus 1 plus 3. Sətrim. İndi buradan baxırıq ki, bu A1 mütləq şəkildə dəyişməlidir. Plus 2 sütun dəyişəndə A-dan B-yə, B-dən C-yə. Olacaq nə C? Sətri 3 addım dəyişəndə nə olacaq? 1-in sütunu 3 gəndə 4. C4. D4 getdi. D4 getdi. C4-lər qaldı. Dollar N yerində qalacaq. 2-nin sütunu 3 gəndə 5 olacaq. Bu P5'dir. Ona görə Y variantda getdi. Deməli, K6 3-ün üstünü 3 gəlib 6 düzdür. A4 A-dan C-yə 4-ün üstünü 3 gəlib 7 yazıb yerinə düzdür. Axırıncısı sərbəstdir. 667 olduğu kimi qalacaq. Cavabımız C variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. N bərabərdir deməli. Sətrimiz var bizim. 1, 2, 3. Listeyi onu siyahıya çeviririk. Ondan sonra deməli nə edir? Join edir, arasına 2'lər atır. Düzdürmü?
Təzədən də bu dəfə bunu neçəyə vurur? 2-yə vurur həmin sətri. 2-yə vurur, 2-yə vurur, 2-yə vurur. Baxın belə. Deməli 1, 2, 3. Bunu siyahıya belə aralı yazdım ki, başa düşək. İndi mən aralarını 2 atıram bura. Bir dənəsi də bura düşür. Təzədən də bunu 2-yə vuranda bir dəfə də özü yapışacaq arxasına. Beləsinə bir ədəd alınır. O da D variantı. Mətn redaktorunda simvolların qalın yazılması üçün istifadə olunan əmr. Baxın budur. O da hansıdır? A variantında. Kursiv budur. Altı dizgili budur. Üstündən sözün xətt çəkmək üçün bu. İndeks yazmaq üçün də bundan istifadə olunur. Verilənlər bazasında cədvəllər arasında hansı funksional əlaqə mövcud deyil? Deməli 1-in 1-ə var. 1-in 2-yə yoxdur. Çoxun çoxa var. 1-in çoxa var. Çoxun aza yoxdur. 2 və 5 B variantı. Əlifbada mövcud olan simvollar və onların ikilik kodları cədvəldə verilmişdir. Travma ifadəsinin ikilik kodunda neçə bir simvolu var? Böyle rahat sayıq. T-da deməli bir dənə. Baxın bir dənə. R-da, R hanı? R-da 3 dənə. Sonra A-da bir dənə. Bir dənə də A-mız burada var. Ona görə bunu 2 dənə yazıram. 2 dənə 5, 6 dənə süca var. Sonra V-da 2 dənə də burada 8 oldu. M-da 2 dənəsi də burada da 10. Cavabımız C variantı. Proqramın nəticəsini müəyyən edin. Qarabağ Azərbaycandır. S bərabərdir S.A. Deməli hamısını böyütdük. Bütün hamısı böyük oldu. Split siyahıya çevirdik. Boşluqdan ayırıb. R bərabərdir. Bizim dırnağımız açılıb bağlanıbdır. Sətrimiz var. For I in S. S-ə birbaşa müraciət var. Yəni birinci Qarabağ sözünü mən götürəcəm. Sonra Azərbaycan sözünü götürəcəm. If I 0. I nədir? Qarabağ söz düzdür. I-də 0-cı. I-də 0-cı nədir? Q hərfi. Böyükdüm A-dan. Bəli, böyükdür. Əlifbada birisi ki, düzülüş beləsinə gedirsə də A kiçikdir, Z-dən böyükdür. Yəni ki, Q hərfi A-dan böyükdürmü? Bəli, böyükdür. R bərabərdir. R plus. I-də birinci. I-də birinci nədir? A hərfi. Baxın, bu I-də birinci nədir? A hərfi. Deməli, A, amma böyük A da burada böyütmüşdülər. Üzərinə gəlsinlər sətir 1. Da yapışdı buna. Gəldik ikincini götürdük. İkinci sözü. İkinci sözün birinci hərfi. I0. Nədir? Böyük A hərfi. Böyük A hərfi böyükdür bundan. Yəni A-dan. Xeyr. Və salam. Dövrümüz bitdi. Print R A1. Cavabımız nə olacaq? A variantı. Verilmiş təqlərə görə alınacaq cədvəlin 3-cü sütunu hansı olar? 3-cü sütunu. Deməli, Kərim. Yox, Kərim nə idi? Yaş. Ondan sonra boşluq. Bir də 28. Yaş, boşluq, bir də 28. B variantı. Deyəm ki, bu bizim birinci sütunumuzdur. Ad. Aydə və Kərim. Bu birinci sütun. Soyad. Əliyeva. Buna da qayıdıb yenə Əliyev yazıblar. Bu ikincidir. Üçüncü yaş. Burada boşluqdur. 28. B variantı. Klaviaturadan daxil ediləcək en natural ədədi üçün proqram nəyi təyin edir? Bir dənə tutaq ki, biz ədəd versək bura. 123 versəm mən bura. Ona böldü, götürdü. 3'ü götürdü. 100'ə böldü. 23'ü götürdü. Ona böldü, oradan 2'ni götürdü. Sonra birbirine bərabərdirmi? Burada bərabərlik yoxdur. Yoxdursa ona böl tam hissəni götür, yəni 12'ni götür. Təzədən bu dəfə yenə eyni proseslər təkrarlanır. Dalım ki, bu 133 olsaydı. 133 olsaydı. Onda R1 R2'ye bərabər olardı mı? Olardı. L bərabər olardı 1'ə. Ön bərabərdir 0.
Təzədən yenə proses təkrarlanır. Deməli, ədədin içində yanaşı eyni rəqəmlər düzdür. Yanaşı eyni rəqəmlərin olduğunu yoxlayır. Çünki təzədən gəlir if L bərabərdir 1-ə, yəni bu şərt ödənsə 1 olacaq. Onda bəli versin mənə. Ardıcıl eyni rəqəmin olub olmadığını B variantı. Yəni əgər sənin ardıcıl eyni rəqəmin olsa, hə onda L 1-ə bərabər olacaq. Yoxsa yox, B variantı. Proqramın nəticəsini müəyyən edin. A bərabərdir 16, B bərabərdir 4. A1-də nə iş görüblər deməli? Nəsə buralar biz həll edək. A bölünsün B. 16-nı böldünüz 4-ə. Sizə nə verdi? 4. 4-ü 3-ə böldünüz. Qalıq nədir? 1. 1 üstü 2. Neçələdik? 1. 1-i 2-yə vuranda 2. B üstü 3. B neçədir? 4. 4 üstü 3. 64. 64-ü böldü A-ya. 16-ya. 4. 4 3-ə 1. 1 üstü 2. 1. A1 böyük bərabərdirmi B1-dən? Bəli, böyük bərabərdir. Cəmini istəyir. O da neçəyəcək? 3. Uyğunluğu müəyyən edin. Deməli, bir ekranın diagonal ölçüsü düyümlə 1-ə D. Tak tezliyi 2-yə də B. Hertz. Bu heç informasiyon ölçüsü. Ölçü vahidi. B-ni dedik. Megabit informasiyon ölçüsü. Ölçü vahidi. Düyüm və yaxud da inç də görə bilərsiniz. Dövr bölünsün dəqiqədə bu HDD-nin sərt diskin sürətidir. Sürəti deyəndə yəni fırlanmaz. Fırlanma sürəti. Verilənlər bazası fraqmentinə əsasən sorğusuna uyğun yazıların ID nömrələrini müəyyən edin. Deməli 3-dən böyüklər 6 6 6 5 4 4 düzdürmü? Bunu əldə edək nə ilə? 400-dən kiçik. Bunlardan əldə edəndə bu da bizə nə verəcək? 567. Baxın bir dənə bura əldə orada. Bir də 453. Y variantı. Proqramın nəticəsini müəyyən edin. Deməli, A-dan nə çıxır? A-dan nə çıxır? 3-ə qədər. 0, 1, 2, 3. Yazıram bura. A bərabərdir. STA. B-yə baxaq. B-dən nə çıxır? 6 nöqtə, qoşu nöqtə, lendim minus 10. Say neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 dənə. 17-dən 10 çıxanda sizə neçə verir? 7. 6-dan 7-yə təkcə 6-nı istəyir bu məndən. 6 dənədir 3, 4, 5, bu da 6, 6. Burada nə edir? Neçə saymışdıq? 17. 17-nin böldüyünü 4-ə. Nasıl sənə neçə verdi? 4, 4-ə qədər. Bu da stat. C ilə bərabərdir. S, T, A, T. İndi birinci deməli C-ni, sonra üstünü B-ni, yəni E-ni gəldik. Sonra da S, T, A. D-sinə bir cavabımız harda var, harda var? T, A variantı. Monoxrom təsvirin informasiya tutumu 640 baytdır. Bu təsvirdə olan piksellərin ümumi sayını müəyyən edin. Tutaq ki, A vurulsun B, piksellərimiz sayı vurulsun monoxromda 1 bitdə. Bu da bərabər hepsi 640 bayta. 640 baytı siz sadəcə bitə çevirirsiniz və salam. Nöqtənin sayını tapmaq üçün. Çünki belə 1-ə bölürsünüz də. Bu da 2 üstü 6 vurulsun 10. 2 üstü 6 vurulsun 10. Vurulsun nəyə? 2 üstü 3-ə. 10 vurulsun 2 üstü 9. Bu qədər nöqtəmiz var. Cavablarda yoxdur. 5 vurulsun 2 üstü 10 vardı. 5 vurulsun 2 üstü 10 kimi yaza bilərik. C variantı. Masanın üzərində ağ, qara və göy rəngli 3 qutu var. Məlumdur ki, birinci qutu ağ və ya göy rəngdədir. Ağ, göy. İkinci qutu qara. Qara. Üçüncü qutu göy. Qeyd olunmuş fikirlərin hər birinin yanlış olduğunu bilərək qutuların rəngini müəyyən edin. Yaxşı. Onda beləsinə getdi.
Üçüncü qutu göy rəngdədirsə, üçün göylərini sildik. A getdi, Y getdi, yanlış deyildi. İkinci qutu qaradır. 2-nin qarası getdi. Birinci qutu ağ və ya göydür. Birin göyünü də sildik. D variantı. Proqram nəticəsini müəyyən edin. İnformatika bizim sətrimiz var. Len S. İnformatika 10 hərfli olmalıdır deyəsən. İnformatika. Yox 11. 11 hərfli. Deməli bu nə edir? 11-i 2-yə böldü. Buradan aldı bu 5. Lap yaxşı. 0,5-dən kiçikdirmi? Tam ki, hə. Bu da i də artacaq. 5 dəfə dövrümüz var bizim. 5 dəfə dövrümüz var. SI fərqlidirmi? SU minus 1 minus i'dən. S də i'ninci, yəni 0-cı. Bu fərqlidirmi? O minus 1, i minus 1. Sıfır 1. Sonuncu da düzdür. Bax. O nədir? Sayıda düzdürmü? 11. 11-dən çıxdın i'ni, yəni 0-ı. Sənə verdi 11. Təzədən bir dənə də 1 çıxanda sənə nə verəcək? 10 verəcək. Sən də buradan indeks deyib gələndə 10 düşür nəyə? A-ya. 10 düşür nəyə? A-ya. Bu yəni deyir ki, deməli, fərqlidirsə əgər C-nin üzərinə 1 gəl, sonra C-ni çap edək. C də burada 0-dır. Lap yaxşı. Deməli, birinci və sonuncu, sonra 0-cı və 10-cu. Sonra gələcək deməli, birinci, bax bu birinci və 9-cu. İkinci, 8-ci. Bunları müqayisə edir. Bir-birindən fərqlidirlərsə C1 vahid artacaq. Da gəlin birbaşa hesablayaq da bunu da bir də yazmayaq. Bax, I, A fərqlidir, bəli 1. N, K fərqlidir, bəli 2. Bunu yaddan çıxardın da 1. F, I fərqlidir, bəli 3. O, T fərqlidir, bəli 4. R, A fərqlidir, bəli 5. Və sam qutardı. Bunu heç nəyə müqayisə edə bilmirsən. Cavabımız nə olacaq? A variantı. Çünki dövrümüz də burada baxın 5 dəfə işləyir. 5 dəfə. Girişə verilmiş en böyük 0 sayda ədədin ədədi ortasının hesablanması hansı növ alqoritimdir? Dövr alqoritim olacaq. Deməli, en böyük 0, yəni en sayda ədədin ədəd ortasının hesablanması. En sayda bir ədəddir, bilmirəm neçə saydadır ümumiyyətlə, lap. Onun ədəd ortasının tapılması dövr olacaq. Proqram nəticəsini müəyyən edin, vərdiş eləmişəm. X bərabərdir siyahımız var, S bərabərdir 0. Deməli, X-ə birbaşa müraciətimiz var burada. I görsün qiymətlər alır. Sonra nə edir? 3-ə bölünürmü? Onda S-in üzərinə 1 gələcək. Yəni, bura qədər yiyək. Deməli, 3, 1, 4, 4, 8 bölünmür. 6 bu bölünür. 6-dan xətt çəkəcəm 3-ə bölünənlər. Deməli, 18 bu da bölünür. 12 bu da bölünür. 9 bu da bölünür. Bunlar 3'e bölünenlerdir. 4 tane 3'e bölünenimiz var mı? Var. 4 tane burada birimiz var. 4 buradan gələcək. Həmin vaxtı, 3'e bölünən vaxtı. X indeks I. İndeks deyək bunlar 0, 1, 2, 3, 4. Bu 3'e bölünənlərin içində hansıların ki indeksi 2'ye qalxsız bölünür. Yəni 2 ilə 4'dür. Onda S-in üzərində də 2 gələcək. 2 dənə də 2 ilə 4'dür. Cəmi 2 dəfə işləyəcək bura. 2 dənə də 2, 4 də buradan gələcək. 4 də buradan. Bir də ümumi bu S təkər dəfə işlədiyinə görə içəridə mənim 5 dənə elementim var. 5 dəfə də 3'üm 15 də buradan gələcək. Neçədir? 8, 15, 23. B variantı. Elektron cədvəldə A1 deyə bir diapazonuna daxil olan hər bir xanada natural ədəd yazılmışdır və bu xanaların qiymətləri diaqram vasitəsilə ifadə olunmuşdur. Bu diapazondakı xanaların qiymətləri cəmi 500-ə bərabər olduğunu nəzərə alaraq ən böyük və ən kiçik ədədi xananın qiymətləri cəmini təyin edin. Ən kiçik 10%, ən böyük 40%dir, düzdürmü? Və sağında yazırsınız. Deməli 500-ə 100% ise 10% x'dir. Buradan x bərabərdir 5000 bölünsün 100. Bu da sizə neçə verdi? 50.
Bu ən kiçiyimizdir bizim. 50 bura. Ondan sonra 500'ə 100-dürsə, x-ə 40% isə buradan x bərabərdir. Deməli 20 üstdən də sıfırımız bölünsün 100-ə. Neçədir? 200. 200 də buradır. Cəmini istəyirdi. 200 plus 50, 250. A variantı. Blok sxemi ilə təsvir edilmiş alqoritm fraqmenti icra olunduğunu nəzərə alaraq S dəyişəninin çıxış qiymətini müəyyən edin. Deməli, K bərabərdir 1, M bərabərdir 9, I 1-dir, düzdürmü? 1 kiçik bərabərdir 9-dan. Aşağıda i'miz 1 artır. Deməli 1-dən 9-a qədər i'nin qiymətləri var. Düzdürmü? 9-da daxil olmaqla S üzərinə gəlsin, K vurulsun i. K burada 1 idi. Burada -1 oldu. Deməli 1. Baxın belə bir şey alınacaq da. Yazıram bura. Cəmbəyəsini böldüm yazım. Deməli 1 sonra minus olacaq 2 çünki i 2 olur. Plus 3 minus 4 plus 5 minus 6 plus 7 minus 8 plus 9 belə bir şey alınır. Buradan bizə nə qar? -1. 3 gələndə üstünə 2. 2-dən 4 çıxanda -2. 5 gələndə 3. 6 çıxanda -3. 7 gələndə 4. 4-dən 8 çıxanda -4. Üzərinə 9 gələndə necə 5. S'imi çapayır, bəli, S çapayır 5. A təpəsindən N təpəsinə, F təpəsindən keçib L təpəsindən keçməyən neçə müxtəlif yolla getmək olar? Deməli, F-dən keçək, L-dən keçməyək də, düzdürmü? Bura mənə lazım deyil, bura lazım deyil, bura lazım deyil, bura da lazım deyil. Bəs tamam. F-dən keçək amma, F-dən keçək, F-i görməyən yollar. Bura görmür F-i. Bu da görmür. Başqa hansı var? Məncə qalmadı. Fikrimdən bir şey çıxmadısa qalmadı. 1, 1, 1, 1 buna, 1 də buna. Deməli C2 verəcək, 2 bura, 2 də buna. B3 verir bura. 3, 2, 5 buradan gəlir. 1, 2, 3, bu da 5, 8 bura. 8 də buna. Bəs samda bitdi. 8. Proqram icrasından sonra neçə dəfə bəli ifadəsi ekranda çap olunar? Deməli, bizim siyahımız var. Birbaşa müraciətimiz var. Fx 1 qaytararsa bəli çap olunur. Baxaq görək. Fx 1-i niyə qaytarır? Deməli, 1-i nə vaxt qaytarır? 667-dən götürsək, sətrə çevirir, len eləyir. Sayı 3-dən böyükdürmü? Onda 1 qaytarır. Deməli, sayı 3-dən böyük olanlar bu verməyəcək. 1, bu da getdi, bu da getdi. 2, bu da getdi. 2 dənə. 1024-dən 5555 sayı 4 olduğuna görə 3-dən böyükdür. Bu şərt ödəyir və bizə 1 qaytarır. 1 MB həcmə malik fayl müəyyən mübadilə kanalı ilə 222 bit bölünsü saniyə sürətlə ötürülür. Bu zaman ərzində 220 bit bölünsü saniyə sürətlə digər mübadilə kanalı ilə neçə kilobayt həcmə malik fayl ötürmək olar. Deməli, 1 MB bölünsün 222-yə. Megabaytdan bitə keçək. 220-ə vuraq bunu. Bu bizim nəyimizdir? Zamanımız da, düzdür. Burada deyir, bu sürətlə nə qədər ötürə bilərik. Bunu da, elə bu zamanı da vuraq 220-yə. Düzdür. Bunu da kilobayta çevirmək üçün, bitdə kilobayta çevirmək üçün 213-ə böləcək. Məxrəc neçədir? 35. 35. Yuxarıda 43. 43, bu da 35. Buradan bizə neçə qaldı? 208. Bu da 256. Uyğunluğu müəyyən edin. Sistem, tətbiqi, proqramlaşdırma alətləri. Deməli, 1-ə sistemə, əməliyyat sistemləri 1-ə B. Sonra antiviruslar, bir də Y. İkinci tətbiqi bizə lazım olanlar A. Nəşriyyat sistemləri D. 3-dəki bir dənə C.
translyatorlar. Vəssalam. AVB tam ədədlərinin girişə verilmiş qiymətlərində X daxildir. Deməli, A-dan B parçasındakı X-in tam qiymətlərində funksiyanın qiyməti. Blok sxem quraq. Deməli, necəyək? Biz bunu daxil etməyə biraz şrifti böyüdək burada. Şrift nə idi? Qələmimizin qalınlığını. Deməli, A və B-ni daxil eləsək, ondan sonra X alsın A-nı. Deməli, B-yə qədər də davam eləməliyəm, düzdürmü? Deyəcəm ki, X kiçikdir, bərabərdir B-dən. Yəni, məsəl üçün də A-mız mənim 3-dür, B-dən 10-dur. X 3-ü alıbdırmı? Nə qədər ki, ondan kiçik bərabər davam eləsin, sonra da 1-1 artıracam onu. X-i. Bəs səlqəsi çəkirəm. Bu romp yox, bu paralleqrama oxşadır. Belə. Əgər bu şərt ödənsə, o zaman neynə? Hesabla. Hesabımız nədir? Y bərabərdir. X minus 1. X-in kvadratı plus 4. Plus 4. Belə bir şey. Buradan çıxan kimi Y-i çap edək. Paralleqramda. Ondan sonra deməli bizim X-imiz artmalıdır. X-imizi də bura birləşdirdik. Vəssalam da. Bizdən başqa nə istəyir funksiyanın qiyməti çıxışı verirəm. Blok sxemi tərtib edin. Vəssalam. Bura hə. Bura yox. Burada da sonlandırdıq. Davam edək, keçək obje suallarımıza bizim. Klaviaturadan daxil edilən natural ədədin bütün rəqəmlərinin 5-dən böyük olmadığını təyin edən proqramı Python dilində yaz. Deməli, biz bunu necəyək? Wi-Fi-mizi bağlayaq, reklam çıxmasın. Natural ədədin bütün rəqəmlərinin 5-dən böyük olmadığını. Deməli, n bərabərdir. Input. Birbaşa müraciət edək. For i. N. Deyirəm if. Int i. Int i. Kiçik 5-dən böyük olmasın. Kiçik bərabərdir 5 olur. Kiçik bərabərdir 5. Əgər 5-dən kiçiksə və 5-ə bərabərdirsə, neyini 5-dən böyük olmadığını təyin edin. Hamısını istəyir də, düzdür. Hamısını istəyir. Onda necə eləyək? Deyən sayaq bunu. Deyən bunu sayaq. N bərabərdir. Len n. Daha bir dənə s bərabərdir 0 vereyim. Buraya yazaq. S bərabərdir. S plus 1. Vəssalam. Baxın, bütün rəqəmlərini bir-bir mən ədədə çevirdim. 5-dən kiçik bərabər olduğunu yoxladım. Və əgər eləsin olarsa s-in üzərinə 1 gəldim. Ən axırda da deyirəm ki, if m bərabərdirmi s-ə? Yəni ki, mən əvvəlcədən saymışdım axı. Tutaq ki, 5 idi, 10 idi, 10 dənə rəqəmli bir ədəd idi. Bütün hər biri də ki, 5-dən kiçik bərabər olsa, s-in üzərinə 1 gəlsəz 10 edəcək. 10 ona bərabərdir, bəli. Print bəli. 1 yazıram da, print 1. LCD 0. LCD print 0. Vəssalam belə. Məsəl üçün ədəd daxil edirəm. 1, 2, 3, 4, 1. 4 nə idi? 1, 2, 3, 1, 2, 3. 1 çıxartdım bizə çıxartdı.
İndi məsəl üçün ədəd daxil edirəm. B-sinə bir şey. Bir dənə də bura 8 atıram. Bizə nə verdi? 0 verdi. Çünki artıq 8 5-dən kiçik bərabər deyil. Yaxşı, keçək növbəti 30-da görək bizdən nə istəyir. 30. Klaviaturadan daxil ediləcək sətirdə sözlərin uzunluqlarını sözlərin sətirdə düzüldüyü ardıcıllıqla yan-yana qoyduqda alınan ədədi çıxışa verən proqram Python dilində yazın. Ayrılmışdı. Deməli, məsəl üçün John von Neumann 3 hərflidir, 3 hərflidir, sonrası da 6 hərflidir. 336-nı çıxartdı bu ekrana. Yenə n bərabərli input verək. N bərabərli input verək. Bunu ayıraq, n bərabərdir. Siyahıya çevirək də. Split. Çevirdik mi? Ay, bir dəqiqə. Deməli, for in birbaşa müraciət edək. In. Aha, B-sinə yetdi. Burada biz yazaq S bərabərdir. Boş bir sətr verək. Deyirəm ki S bərabərdir. S plus str len i. Və son bitdi. Print S. Düzgün yazdıq. Deməli, i götürdüm. Məsəl üçün John-u saydıq, sətrə çevirdik, topladıq. Все. Orada səhvimiz var. S bərabərdir, verməmişəm. Məsələn, daxil edirik. B-sinə 1. Söz fərqi yoxdur, nə yaz. Burada deyəsin 2 dənə boşluq atdım, hemen bircə dəqiqə. Da 1. Deməli, çıxacaq bizə 531. 531. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi, abunə olmayı izləyənlər zəhmət olmasa abunə olmağı unutmayın. WhatsApp kanalımıza kimlər daxil olmayıbsa, WhatsApp kanalımıza daxil ola bilərsiniz. Açıqlama bölməsində linkimiz olacaq. Yəqin ki, bazar günü ayın neçəsinə düşür? 24 ya 25 tarixlərində, aprel tarixlərində sınavımız olacaq. 24-ünə düşmür. Mən nə danışdım? 19'una yəqin ki.